Vaxt rejimi ondan yanadır ki, biz istədiyimiz saatda kondisioneri qoşub buradan vaxtını tənzimləyirik. Dostlar, sizə indi mən Supermax kondisionerinin pultunu təqdim edəcəm. Gəlin bu düymələrin özəllikləri ilə yaxından tanış olaq. Dostlar, deməli, kondisionerimizin söndürüb yandırılması. Bu pult Supermax'dır, Fuji Həyat Kol və bir neçə kondisionerin pultudur. Söndürüb yandırılması, dərəcənin artırıb azadılması, rejimlərin dəyişdirilməsi, dry rejimi, nəmalma rejimi, həyat, isti rejimi, avto rejim və kol, sərin rejimi yenidən gətiririk və dərəcəni aşağı yenidirik. Fanın sürətini artırıb azaldılması buradan tənzimləyirik. Swing isə jalüzün hərəkətini təyin etmək üçündür. Slip düyməsini dediyim kimi gecə rejimidir. Yatarkən slip düyməsini vururuq və slip rejimi aktiv olur və vaxt rejiminin aktiv edilməsi. Vaxt rejimi ondan yanadır ki, biz istədiyimiz saatda kondisioneri qoşub buradan vaxtını tənzimləyirik. Həmin saat aralığında işləyir. Display, yəni ekranın görüntüsünün aktiv edilməsi və bağlanması, turbo isə maksimum rejimdə işləmək deməkdir. Gələn videoda hansı pultun özəlliklərini çəkməyimi istəyirsinizsə, videonu kaydedib paylaşıb və şərh yazmağı unutmayın.